Power BI-da tooltip mövzusuna baxaq. New page yaradaq burada. Sağ tərəfdə visualization hissəsində format your report page hissəsinə daxil olaq. Canvas settings hissəsindən type hissəsində tooltipi seçirik. Bura məsəl üçün bir dənə kart ataq, misal kimi. Oyun sayını ataq. Geri qaydaq buradan. Duplicate of səhifə hissəsində. Məsəl üçün, indi buna tooltipi əlavə edək. Daxil olaraq burada yenə format your visual hissəsinə. General hissəsində tooltipi aktiv edirik. Burada ondur, düzdür. Off olsa aktiv edirik. Report, page hissəsindən, yəni burada page 1'i seçirik və daxil olaraq oyun sayılarını burada görə bilirik. İstəsək burada tooltipin background'u falan dəyişə bilərik. Background yoxdur. Shadow, kölgə verə bilərik. Və s. bəzi işlər görmək mümkündür.